Abşeron rayonu Xırdalan şəhəri Mikail Müşfiq küçəsi ev 3 ünvanında fiziki şəxs Şahin Salahova məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı baytarlıq müşayiət edici sənədləri olmayan ev quşlarının baytarlıq tələbləri gözlənilmədən kəsildiyi məlum olub. Həmçinin kəsim prosesində sanitar gigiyenik tələblərə riayət edilmədiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib. Eyni zamanda kənd toyuğu təəssüratı yaratmaq məqsədi ilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Agentlik tərəfindən aparılan reydlər zamanı bir sıra hallarda bəzi işbazlar tərəfindən ayaqqabı boyasında istifadə olunan kimyəvi maddələrdən istifadə etməklə qida məhsullarının rənglənməsi hallarına da rast gəlinir ki, qeyd olunan hallarda qida təhlükəsizliyi riski yaratmaqla yanaşı, həmin məhsulların istehlaka qəbul edilməsi insan sağlamlığı üçün ciddi təhlükələr yaradır.